qalıb. Hamımızı bircə asacağıq boğazdan. Özü də bir kəndirdən. Ayağının biri qəbirdədir. Hələ mənə hərbə zorba gəlirsən, it oğlu. Qorxaq adama hərbə zorba gəlməzlər, Qatır. Sən qorxaqsan. Sənin bu başkəsənlərin də qorxaqdır. Siz hamınız qorxaqsınız. İşi olan kəs özü gələrdi mənim yanıma. Sözündə şax deyərdi üzümə. Yoxsa əli qolu bağlı gətirtməzdi yanına. Bunun qollarını aç. Nə deyirsən, ha? Dur ayağa. Tez. Mən ölümdən qorxmuram, Məmməd. Amma bir çətən külfətim var. Balalarımı yetim qoyma. Onların günahı yoxdur, Məmməd. Buna kağız qələm verin. Yaz. Mən Kəndxuda Əhəd, xalqın elçisi, Qatır Məmmədin qabağında söz verirəm ki, kəndə qaydan kimi, Qaratəpə cəmaatının malını özünə qaytaracağam. Yaz, yaz. İkinci, mənə məxsus olan mal-qaradan bir camış, bir inək, 5-10 qoyun özümə saxlayıb, qalanının hamısını kasıb küsuba paylayacağam. İnsafın olsun, Məmməd. Bizi acından qırdırma. Mən də adamam axı. Sən adam deyilsən, Kəndxuda. Heyvansan. Üçüncü, Cənab qubernator, mən sizi xəbərdar eləmək istəyirəm. Mən sabah parlamenda sizin siyasətin əleyhinə çıxış edəcəyəm. Bilmək olarmı, niyə? Siz Qatır Məmməd hərəkatının adı quldur hərəkatı hesab edirsiniz. Sizcə, onunla başkəsən arasında heç bir fərq yoxdur. Tamamilə düz buyurursunuz. Aha.